Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Həmişə olduğu kimi yenə də yeni bir mənzillə sizin qarşınızdayam. Yerləşir Xətayda, Xətay metrosundan piyada 5-6 dəqiqəlik məsafədədir. Yeni tikili binadır. Mənzil də yeni təmirdən çıxıb və təmirdən də sonra yaşayış olunub. Geniş 4 otaqlı mənzildir. Və mənzildə olan hər bir şey həmişə olduğu kimi sizin nəzərinizə çatdıracaq. Sizsə videonun sona qədər izləyin. Mənzil haqqında da fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızda daxil olduğumuz sağ tərəfdə bu hissədə böyük güzgü yerləşdirilib. Gizli işıqlar sol tərəfdə isə burada tam şkaf yığılıb axıra kimidir. Şkaflar da çoxdur. Yəni əşyalarınızı, paltar, ayaqqabı tam rahatlıqla yerləşdirə bilərsiniz. Dərinlik də kifayət qədərdir. Yəni idealdır. Dediyim kimi tam axıra kimidir şkafımız. Girişdə döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. İşıqlandırmada isə lüstur və trek işıqdan istifadə olunub. Otaqların yerləşməsini nəzər çatdırın. Bura mənzilin qonaq otağıdır. Burada yerləşir mənzilin mətbəxi, sanitar qovşağımız. Bu hissədə isə 3 ədəd yataq otağımız var, yan-yana yerləşir. Başlayaq elə qonaq otağından çox geniş ölçüyə malik qonaq otağımız var. Yəni təxmini 35-40 kvadrat olar. Yəni təxmini ölçü nəzərdə çatdırıram. Yəni kifayət qədər genişdir. Yəqin ki videodan da hiss olunur. Pərdələr asılıb, hazırda istilik sistemi, kombi radiatorlar da quraşdırılıb. Otaqlarda döşəmə parketdir. Tavan hissəni göstərim. 2 ədəd lüstrumuz var. Biri mərkəzdə, digəri isə bu hissədə. Bu hissə yəni masa üçün nəzərə alınıb. Bura yerləşdirə bilərsiniz. Böyük 6-8 nəfərlik masanızı. Əlavə olaraq bura işıqlar var divarda. TV stand bu hissədə yığılıb. Aşağı hissəsi şkafdır. Və əlavə olaraq nəyi göstərim? Kondisioner də qoyulub. Bu hissədə hazırdır. Spotlardan da istifadə olunub. Yəni geniş, gözəl, işıqlı qonaq otağımız var. İstədiyiniz ölçüyə uyğun, yəni istədiyiniz qabarit ölçülü mebel dəstini tam rahat yerləşdirə bilərsiniz. Yəni kifayət qədər qonaq otağında yerimiz var. Keçək, mən sizə buradan göstərim mənzilin sanitar qovşağını. Girişdə bu hissədə sol tərəfdə yerləşir. Kifayət qədər geniş ölçüyə malikdir. Yəni ki videodan da hiss edirsiniz. Burada sağ tərəfdə böyük ölçülü moydadırımız yığılıb. Böyük güzgü aşağı hissəsində göstərim. Duş kabinimiz yığılıb hazırdır. Divar içi unitaz və təbii ki burada isti döşəmə ilə təchiz olunub. Və buradan daxil oluruq mənzilin geniş ölçülü mətbəxinə. Təxmini kvadrat şəklindədir. İlk öncə onu deyim ki, girişdə olan isti döşəmə burada davam etdirilib. Buranın döşəməsi qranitli isti döşəmə ilə təchiz olunub. Yeni mətbəx evimiz yığılıb. Tam axıra kimi də görürsünüz, yuxarı hissələrdə eyni ilə şkafdır. Qaz peçi, aspirator qoyulub hazırdır. Üstü və sinəliyi mərmərdir. Soyuducun yeri də burada nəzərə alınıb, sobaların və buradan mənzilin eyvanına da çıxış var. Qarşısı da açıqdır. Belə deyim, heç bir bina qarşısını kəsmir. Tavan hissəni ümumi olaraq göstərim. İşıqlandırmanı görəsiniz. Bura işıqlar və burada da yenə kondisionerimiz qoyulub hazır vəziyyətdədir. Keçək, mən sizə buradan göstərim mənzilin əsas yataq otağını. Burada yerləşir. Ölçüsü də yəni normaldır. Bütün əşya yerləşimi nəzərə alınıb. Yəqin ki görürsünüz, bura taxtın yeri bu hissədə nəzərə alınıb. Burada şkafımız var. Yəni bunu da içərisini göstərib. Yəni bunları göstərirəm ki, mənzil haqqında ümumi tam təsəvvür yaransın. Dediyim kimi döşəməsi də parketdir, radiator, pərdələr hamısı quraşdırılıb hazırdır. Və bu yataq otağının daxilində burada yenə kondisionerimiz var. Əlavə olaraq ikinci sanitar qovşağımız yerləşir. Buranı da ümumi olaraq göstərib. Bütün aksesuarlar tam olaraq yerləşdirilib, tam hazır vəziyyətdədir. Yəni sadəcə əşyalarınızı yerləşdirib yaşamaq qalır. Vaxt itirmədən keçək, mən tez bir şəkildə digər yataq otaqlarını göstərim. Burada 2 yataq otağımız var. Bu deməli ümumilikdə ikinci yataq otağımızdır. Burada mən sizə yerləşmələri nəzərə çatdırım. Taxtın yeri bu hissədə nəzərə alınıb və bu tərəfdən də göstərim. Tavan hissə lüstur və burada yenə şkafımız var. Bütün otaqlarda da kondisioner qoyulub var. Hamısında var. Və burada da ümumi yerləşməni göstərdim. Üçüncü yataq otağını göstərim. Sonra mənzilin qiymətini və digər məlumatları nəzərinizə çatdıracağım. Bura isə ümumilikdə 3-cü yataq otağımızdır. Əks tərəfdən də göstərim.
deməli yerləşmə burada belədir. Taxtın yeri bu hissədədir. Bu hissədə də yenə divarçı şkafımız yığılıb və burada da yeni ilə kondisionerimiz var. Belə mən mənzildə olan demək olar hər bir şeyi sizin nəzərinizə çatdırdım. Məlumatlar deyim, yerləşir Xətayidə, Xətai metrosundan piyada 5-6 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş 4 otaqlı mənzildir, 172 kvadrat ölçüsü var. Yerləşir 17 mərtəbəli binanın 15-ci mərtəbəsində. Sənədləri də qaydasındadır, çıxarış, yəni kupsa da var. Kupsalı mənzil istəyənlər də müraciət edə bilərlər. Və mənzilin qiyməti 585.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.